Bugün gəlib çıxdıq rəhmətlik Rüzgar Nəqilin evinə. Papamdır, mənim ələmimdir. Allah rəhmət eləsin. Orada da ki də şəkil bizim rəhmətlik Noğuzun şəkilidir. Allah rəhmət eləsin. Başlı bir şəhididir. Döyüşlərdə iştirak edib 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olubdu. Tankın, məncə tank sürürdü. Əgər səhvimiz varsa, yenə də üzr istəyir hər kəsdən. Və bu da, bu daş kimin daşıdır? Bu nə təbi bu hadisə? Bu 1900. Qaça düşüb, rəhmətə getmişdi. Çatdırılmadı. Daşı zakaz gəldi, qaçqınlıq düşdü, aparıb qəbirstanlığa qoya bilmədi. Ona görə qalıb burada. İndi biz də danışmışıq. Qazel maşınıza da olsa aparacaq. Aparıb qəbirstanlıqda qoyacaq. Qəbri tanıyamırıq. 4 dənə təzə qəbir var. Təzə qəbri tanıyamırıq. Köynə kişilər də ölüb. Hamı yeni yetmədi, heç kəs tanımır. Sən nə tanımır? O vaxtı rəhmətli götürdülər burada. Baxırsa da rəhmətlidir, bunu öz atası. Allah rəhmət. Yazığın oğlu da yoxdur. Oğlum dedi, gəldi, dəfələr getsək gəlib yazda götürəsiydi üstün. Daşını düzəltdi, getdi Bərdədən. O da Allah ermənini tutanı darmadan darsın. Torbanın işğal olundu, qaldı. İndi həmin evlatlardan da qalan yoxdur. Allah rəhmət eləsin. Rüzgar xaladı rəhmətə gedib, insan adı rəhmətə gedib. Qəbirdə tanı yoxdur, Allah rəhmət eləsin. Bəli, ağır bir faciədir. Deməli, Əhməd Şamman rəhmətə gedən ərəfədə başdaşı sifariş verilibdir. Başdaşı düzəlib kəndə gəlibdir. Amma 93-cü ildə həmin illərdə qaçqınçılıq başlayıbdır. Qaçaqaç başlayıbdır. Yəni imkan olmayıbdır. Aparıb qəbirstanlığa başdaşını qəbirin üzərinə yerləşdirmək vaxtı imkan olmayıbdır. Və başdaşı da burada qalıbdır. Ermənilər nəsə toxunmayıbdır. Görməyiblər yəqin ki. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağı versin. Möhtərəm prezidentimiz var olsun ki, biz bugün ziyaret elədik. Bu Noruz mənim mamamın maması oğludur, belə deyək. Anamın maması oğludur. Rəhmətlik Rüzgar oğludur. 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olubdur. Kəlbəcər işğal olunan dövrdə dəfələrlə Kəlbəcərə hücum ediblər, giriş ediblər və Kəlbəcərin mərkəzinə qədər gəlib çıxıbdır. Döyüş yoldaşları danışır, sağ olan döyüş yoldaşları danışır ki, snayperlə tankın üzərində vurulubdur, həlak olubdur, şəhid olubdur. Allah rəhmət eləsin və bugün Səxavət dayımdır, Ələmimdir, Ramindir. Gəlmişik ziyarət eləməyə bura. Allah rəhmət eləsin hər birlərinə, yerləri cənnət olsun. Belə, inşallah görüşmək ümidlə. Yenə də videoda hansısa bir səhvimiz oldusa özür hesab edelim. Çünki mən burada doğulmamışam və burada böyüklərin dediklərini yadımda qaldığı qədər təkrar edirəm. Hansısa bir səhvimiz varsa hər birinizdən özür istəyirəm.